son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qayını işdən çıxarılıb. Unikalas saytının məlumatına görə Bəhmən Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev mərkəzindəki mütəxəssisi vəzifəsindən ayrılıb. Universitetdən bildirilib ki, sözü gedən şəxs 2025-ci il dekabrın 12-si öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, yanvarın 22-si Gəncə şəhər məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məlum olub ki, Kamran Əsədovun qayını Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərilmiş. Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub. Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin Bəhman Hüseynli hakimin sualına tam cavab verə bilməyib.